Hacı Şahin deyəndə dini savaddan daha çox bəsirət gözünün gördükləri maraqlıdır. İnsanlar savaddan yorula bilir. Bəsirətli adamın söhbətindən yorula bilmirlər. Çünki o söhbət qidalı olur. Birbaşa ürəyi qidalandırır. Bu torpağın yetişdirdiyi son 100 ildə ən parlaq ruhani hadisələrindən birisidir. Bilirsiniz, adamların ağlında təhsil, savad, elm hadisəsi var. Ki insan oxuyur, böyük bir elmə gəlir, çatır. Amma bir də var belə ruhani hadisə, bunu elm yetişdirə bilmir. Əgər siz Hacı Şahinin sirrinə varmaq istəsəz, onu onun oxuduğu kitablardan tapa bilməzsiniz. Bu ürəyin yolçuluğu ilə gəlib çıxıla bilən bir hikmətdir. Bunu Allah verir adama. Bu bəsirət gözünün açılması ilə bağlıdır. O zaman ürək elə bir dalğada üzür ki, o dalğa onu aparıb həqiqətə çatdırır. Onun söhbətlərinin dadı, ləzzəti, duzu, işığı hamısı bu fenomenlə bağlıdır. Ruhaniyyat fenomeni ilə. Ona görə də çox yorumlara açıq bir hikmətlər ifadə edib və insanlar indi də paylaşırlar onun düşüncələrini, 100 il sonra da paylaşacaqlar.